Bir ara baxıram, siz ağlayırsınız, nəsə mahnı üstündə deyəsə ağlayırsınız. Hara baxırsınız? Ağlamağı yaman tutublar. Dava gedir, qırğın gedir, kimisə axtarırsınız, kimisini də acı düşmüşsünüz. Ben belə bileyim. Yox, əslində mən məsəl üçün bir şey deyim də. Mən çox üzr istəyirəm sana xanım. Elə bu mahnılarla mahnı oxudunuz. Uğurlu xeyirli olsun, ruzi bərəkət gətirsin. Bilirəm ki, siz müğənnilər elədir ki, məsələn, mahnı oxuyursunuz ki, sizə toy bazarında, bəli. Elə mahnılarla gündəmə gələndə kim uğradı, kim uğramadı, zəng elə danışdırılır. Vacibdir onu efirdən işləyəsiniz, efirdə məsələn, düzdür, olur, mən başa düşürəm ki, efirdə də olur, görürsünüz, əsəbləşirsiniz, gəlirsiniz, reaksiya bildirirsiniz. Amma bunu təzədən video çəkməyə, canlı açıb onu deməyin mənə mənası var ki, onsuz da sizi tanıyan tanıyır. Yəqin ki, eviniz var da. Evimiz var, hə. Bəli. Eviniz varsa, mən sizə bir söz demək istəyirəm. Mənim mahnım mənim evimdir, eşiyimdir, yurdumdur, yuvamdır. Mən onlar əziyyət çəkirəm, əziyyətlə onları ərsəyə gətirdirirəm. Mən uşağımın boğazından kəsirəm, anamın, atamın boğazından kəsirəm, mahnıya verirəm. Yəni, Afət demək istəyir ki, kadr arxası həll elə bu məsələləri. Bəli, kadr arxası deyim, kadr arxası alınmır da. Görürsünüz ki, özlərindən yığışmırlar. Elə bir sizin evinizi iki adama satıblar. O iki adamın da biri maşenlikdir, biri düzdür. Neyniyərsiniz? Başa saldım. Şəbnəm xanımla Nətər dedim? bu mahnı üstündə olmuşdu, yadınızdadır. O məsələdir. Mən bilmirəm, o sizin o camiyyədə bu məsələləri tam bilmirəm. Sadəcə başa saldım mən sizi. Yox, bildim. Mən özüm məsəlçim açığı deyim. Belə əsəbləşməkdənsə. Canlı açmağımın da səbəbi, canlı açmağımın səbəbi o idi ki, sadəcə olaraq indiki zamanədə mən belə baxıram ki, düz deyib, Allaha şükür, mənim yetərincə özümün iki qardaşım, bir atam, qurban olum. Yəni, yanımda duran insan var. Amma bugünkü günü mən fikir verirəm ki, hamı pul gücünə, qol gücü yox, pul gücünə hər şeyini həll eləmək istəyir. Haqq var, ədalət var. Heç kim mən heç nə eləyə bilməz. Efirdə deyə bilmədiyim sözləri də canlıda açıb demişəm və bundan sonramda əgər mənim haqqıma girərlərsə, sözlərinin üstündə sakitcana durub demişəm bundan. Eləməsələr, mən çox şeyləri danışacağam. Sizin haqqınıza niyə girirlər ki? Onlar sizdən daha üstündə ona görə. Yox, məndən üstün heç kim ola bilməz. Niyə sizin haqqınıza girirlər? Mənim haqqıma girmirlər, Cəmilənin haqqına girmirlər. Siz müğənni deyirsiniz, siz jurnalistsiniz, aparıcı olunuz. Sizin haqqınıza girməyiblər heç kim. Giriblər. Onda niyə? Amma sizdə versiya başqadır da, yəni situasiya başqadır sizdə. Eyni versiyada, fərqi nədir ki, mən bugün kartoşka satdım, yoxsa sabah soğan satdım, eyni şeydir də. Hansı müğənnindən bilmirəm, nə demək istəyirəm sizə? Heç müğənnidir də, mən sizi sözün düzü, dedim sizə 15 il qabaq qəzetdə işləyəndə, orada siz daha belə, indi də gəncsiz, daha gənc idiniz, mən də gənc idim. Təbii ki, gənc idi, təbii ki, az yaşımız yoxdur ki, artıq evladımız var, evladımız bugün sabah məktəbi qutarıb, instituta girəcək, təbii ki. Biz özümüzdə demirik ki, biz gəncik. Gəncik deyəndə ki, mən neçə illər bir jurnalist olaraq Afət, Mehriban'da bir sənət fəaliyyətini nəyi bəyənmirsiniz? Valla ən gözəl Mən bəyənmədiyimiz yoxdur. Mehriban çox səmimidir və belə davam eləsə, ən gözəli mehribançılıq. Mehribançılıq bəli. Belə davam eləsə, mən biraz qıcıqlandırıcı sual verdim ki, onu daha belə də jurnalist tərəfdən oxuyum onu. Belə davam eləsə, öz haqqını tələb edən müğənni kimi yadda qalsa, artıq bu günləri inciməsin, bu günləri daha gündəmdə olan, daha əlçatmaz olan, daha ondan 3 qat artıq toylara gedən müğənnilər artıq onu yaxın dura bilməyəcəklər. Onun ətrafına, onu əsəlbəşdirmək üçün heç bir addım ata bilməyəcəklər. Çünki artıq Mehriban deyir ki, mən canlı açıb danışacağam, heç kimdən qorxmuram, öz haqqımı tələb edirəm. Mehriban özünü müdafiə edə bilir. Məsələn, mən özümü müdafiə etməyə bacarmıram. O şəxsi həyatımda da eləyəm, işimdə də eləyəm. Mən onu bacarmıram. Məsələn, tutaq ki, kimsə mənim haqqıma girəndə mən az qala belə depressiyaya düşürəm. Deyirəm ki, axı mən bunu eləməmişəm, davamına getməyəm, mübarizə aparmam. Mehriban amma mübarizə apara bilir. Əgər belə davam eləsə, kimsə onun belə deyil, dırnaq arası inciməsin, susturmasa ki, Mehriban, sən Allah, 5000 manat görmürsən mahnının qiyməti, gəl 5000 manat götür, yəni söhbəti bağlayaq. O belə. Afət, bax, dünyada deyir ən asan iş başqasına məsləhət verməkdir. Hə, düzdür. Bax, illərdir mən səni tanıyıram. Bax, qonşu kanallarda bir yerdə çalışmışıq səninlə. Gedəcəm. Və illərdir çalışırsan ki, şəxsi həyatı həyatı və kanallar deyirsiniz, kanalların adını niyə çəkmişsiniz? Şəxsi həyatı, yaxşı, Aynəs televiziyasında bir yerdə çalışmışıq. İllərdir çalışırsan ki, şəxsi həyatı bir düzənə salasan. Amma nə mane olur bax o düzənə salmağa? Hətta taliblər də çıxır. Çıxıb. Çox çıxıb. Yəni ağlamayacam. Ağlama, yox, bizə bu günə ağlamaq lazım deyil. Mən xoşum gəlmir. Bədniyabət, səhər bədniyabətin tökülür. Ağlama keçən veriliş mənim burada qəşəng ağlatdılar. Keçmişimi yada saldılar qəşəngcənə.
telefonlar susmadı, saytlar hamısı paylaşdı. O barədə danışacağıq. mənə O barədə zənglər də danışacağıq. gəldi, Amma ağlatmır da, Afət, nə olar? niyə? Niyə bacarmırsan bunu? Belə deyək də, o yazılı sürəti aşmayın və belə bir, məsələn, maşın idarə edirsiniz də siz də. İnsan xoşbəxtliyin dalınca qaçmaq istəyir ki, mən də xoşbəxt olmaq istəyirəm, mən də xoşbəxt olmaq istəyirəm. Görürsən ki, qaça bilmirsən də, qaçırsan, çatırsan, görürsən ki, yox, belə o deyil də, yəni əlindən süzülüb gedir. Deyirsən ki, nə yaxşı ki işim var, nə yaxşı ki işim var. Məsələn, xanımın övladım var, övladı var. Allah hamının bəlaları saxlasın, ailəsini qorusun. Valideynlərim sağ olanda kim üçünsə yaşayırdım. Atamın axırıncı dəfə dediyi sözdən sonra, ay qızım, sən kim üçün yaşayırsan? İş, ev, jurnalistika, ay ondan müsahibə aldım, onu dağıtdım, bunu söktüm. Yəni qalmaqal elədim, efirə çıxdım və s. Bununla sən qürur durursan. Sənin xəbərin var ki, sən həyatının 99%-ni ancaq işə həsr eləmirsən də. Kim üçün yaşayırsan? Deyirəm, ay papa, necə kim üçün yaşayıram? Sənin üçün yaşayıram. Ay papa, yaxşı da. Bax, o sualı atamı itirəndən sonra bildim. Niyə həyatını kiməsə həsr eləməyə keçirməlisən ki, öz həyatını yaşamalısan? Yəni öz xoşbəxtçiliyini fikirləşməlisən. İşimdə çox xoşbəxtəm. Çox xoşbəxtəm işimdə. Həddən artıq xoşbəxtəm. Və övlad sahibi ola bilməmişəm. Hamı bilir, mən müsahibələr verəndə, yəni ola bilməmişəm. Allah qismət eləsin. Ailəm də onun üstündə dağılmışdı. Rəhmətli deyə də, rəhmətli qaynanam, Allah rəhmət eləsin, uzun illər, amma mən ona halıq vermədim, çünki o yaşadım, düzenleyip düzenledim günümü. Ben bu ömrü ele bile yaşadım. Ben bu ömrü ele bile yaşadım. Ben bu ömrü ele bile yaşadım. Övlad sahibi olmadığıma görə, yəni bilirsən sən də bunu, yəni ailəm dağıldı. Anamın evinə getdim ki, müalicə alım, yəni üzr istəyirəm, yəni müəyyən prosesləri var da, xanımlar bilir. Üstündən bir həftə keçdi, eşitdim ki, rəhmətli qaynanam öz qohumunu gətirib əvə ki, ondan sənə uşaq dünyaya gətirən olmaz, gəl, mənə uşaq lazımdır. Məsələn, buradan Allah xoşbəxt eləsin. Heç nə demək, o qızda da günah görmürəm, oğlanda da günah görmürəm. Çünki oğlan məni çox istəyirdi, mən onu istəməsəm də onun istəyinə, sevgisinə hörmət edirdim həmişə. Keçmiş haqqında danışmaq, indi niyə ağlayıram? Ayrılandan sonra bilmişəm ki, övlad sahibi ola bilərmişəm. Problem ondaymış, yəni ondan sonra bilmişəm bunu. Maalesef, heç deməyəm, mən şəxsi həyatımdan belə dedim ya xanıma, mən mübarizə aparmadım. Mən mübarizə apara bilərdim şəxsi həyatımdan bağlı. Yəni, rəsmi nikahlı hər şey bizdə qadı qanun olmuşdu da. Amma aparmadım. Dedim ki, Allah onu xoşbəxt eləsin və bundan sonra ki, o qarşıma bir film vardı, bilməm filmin adı nə idi. Orada belə mənim taliyimə oxşayan bir xanımın həyatı idi. Gördüm ki, xanım qarşısına məsəd qoyur ki, mən elə edəcəm ki, onlar fəxr edəcək ki, Afət Rahil qızı bizim gəlinimiz olub. İndi bilmirəm, indi onu bacardım onu məncə. Çünki illər sonra xəbərlər gəldi, mənə efirdə görəndə və uzun illər yalçın anamın arzusu, atamın arzusu ki, bir dənə sənin uşağın olar, bir dənə uşağın uşağı var dedim, amma onu unut, mən Afət Rahil qızı, atamın adını yaşayacağam. Və uzun illər xoşbəxtliyin dalaca qaçdım. Demirəm ki, İstədim həyatımda kimsə olsun, yəni ciddi münasibətdə rəsmi nicaha girdiyim bir adam olsun, mənə arxadayan olsun, atamdan sonra dərdləşdiyim adam olsun. Və illər keçdi üstündən bugünkü gündə, yəni Allah qarşıma, bilirsən artıq, Allah qarşıma indi çıxartdığı insan da, hələ ki ona bir dostluq münasibətimiz var və s. Artıq bu barədə hamı bilir, kaş o da burada olardı və mənə elə gəlir ki, bilmirəm bundan sonra nə qədər ömrüm qalıb. Amma məni qınlayanlar çoxdur. Buradan demək istəyirəm ki, mən atamın çiynində getmək istəyirdim. Ömrüm nə qədər qalıb bilmirəm, amma məni sevən adamın çiynində
son mənzili yola salmaq istəyirəm. Yəni ən böyük arzum budur. Bilmirəm nə qədər olacaq, kim nə qılmır, kim necə qılmır. Mən hamısını danışmaq istəmirəm burada. Nələr olub, nələr olmayıb heç nə bilmirəm. Yəni başıma o qədər hadisələr gəldi. Qohumlarıma da təşəkkür edirəm. Əsas ARB kanalı rəhbərliyinə, İlgizə təşəkkür edirəm. Mən yenə deyirəm, evim yanında, mən onkoloji xəstəlikdən əməliyyat olanda üstünüzə sağlıq deyirəm. Əməliyyat olanda mənə elə gəldi ki, mən artıq bir qadın olaraq heç kimə lazım deyiləm. Mən yenidən öz həyatımda işdə davam edeyim, özümü işə həsr edeyim və Yalçın və Afət, bax, danışdığın mən qulaq asdım və qonaqlarımız da qulaq asdı. Mən düşünürəm ki, sən başqaları haqqında daha çox fikirləşmə. Söylürsən ki, mən dedim ki, qarşıma bir məqsəd qoydum ki, vaxt gələcək, onlar fəxr eləyəcəklər ki, Afət bizim gəlinimiz olub. Amma sən onları düşündüyün qədər də özünü düşünməlisən ki, gələcəkdə mən ana olmalıyam. Bundan sonra inşallah olarsa, Allah qismət eləsin. Mən sənin ürəyini bilirəm, illərdir bir-birimizi tanıyırıq. Bəzən televiziya səni aqressiv, daha qalmaqallı göstərsə də, amma mən bilirəm ki, tamam başqadır Afət. Həyatda başqayam. Mən kamera qarşısında başım. Burada indi əsl özüməm, heç. Kamera səni xoşbəxt edir. Kamera məni xoşbəxt edir. Məsələn, çəkilişlərə mənə göndərirlər, məsələn, tutaq ki, rayonlar, bölgələr falan. Orada mən enerjimi, o enerji var, enerjimi sərf edirəm və enerjimi də alıram. Yəni onda daha çox işimdə daha çox xoşbəxtəm də, başa düşürsüz? Mən mübariz qadın bilirdim, nə bunu? Yəni işimdə mübarizəm. Yəni istəkimə, mən nəsə iş tapşırsınlar. Mən belə bilməzdim bu qədər, yəni. Şəxsi həyatda mübariz deyiləm. Bilirsən, hər kəsin həyatda bir həyat hekayəsi var. Şəxsi həyatdan söhbət getmir. Kimlərsə bu həyat hekayəsini bölüşür, kimlərsə bölüşmür. Söhbət ondan getmir. Mən bunu mübariz bilirdim. Sözün yekdiyən, nə bilim, eləyən. Mənə kimsə xəyanət eləsin, şəxsi həyatından danışıram. Mən adicə danışdığımda belə adicə, məsələn, mənə kimsə xəyanət eləsin, gedim, kimdə o üzləşdirmək, nə bilim, ümumiyyətlə məndə də şey yoxdur. Kənara çəkilərsin. Kənara çəkilirəm mən. Kimsə üzləşdirim, kim nəsə, nə bilim, sən dedin onu. Çox mədəni qızdı, sakit qızdı, alardın da oğluna. Niyə almadın ki, oğlu baxayırlar? Bunda da bir sözlər var. Mənim oğlumdan böyük bir sözlər var. Yaşında fərqi var ki, İlham xanım deyirdi. Yox, o bilir, mənim uşaqlarım çoxdan evlidir. Nəvələrim artıq evlidir.